Salam, bugün DİM qəbul suallarından birini izah edirik. Gəlin sualımıza baxaq. Qanıq Əriçə fiziki coğrafi rayonunun torpaqlarına aid xüsusiyyətləri seçin. Yayı quraq keçən mülayim isti iqlim şəraitində formalaşır. Bu yanlış fikirdir. Qanıq Əriçay qışı quraq keçən mülayim isti iqlim tipində yerləşir. 2-də qışı quraq keçən mülayim isti iqlim şəraitində formalaşır. Doğrudur. 2-ni götürərik. Allüvial çəmən və çəmən meşə landşaftları geniş yayılmışdır. Bildiyimiz kimi Qanıq Əriçay fiziki coğrafi rayonunda intrazonal landşaft, yəni allüvial çəmən, çəmən meşə landşaftı formalaşmışdır. Ona görə 3 doğru. Mineral qurun suları şoranlaşmaya səbəb olur. Xeyr, burada şoranlaşmaya səbəb olmur. Burada şirin suludur. 4 yanlış olacaq. Dağ çəmən landşaftları geniş yayılmışdır. Xeyr, burada dağ çəmən landşaftı deyil, allüvial çəmən və çəmən meşə landşaftıdır. 5 də yanlışdır. Tütün becərilməsi üçün əlverişlidir. Bəli, respublikamızda tütünçülüyün inkişaf elədiyi bölgələrdən biridir. Ona görə düzgün cavabımız olacaq 2, 3, 6, yəni B variantı.